Oxuduğunuz yıl Azərbaycan Dövlət Neft Akademiyası olub. Birinci mən ümumiyyətlə bizim bütün qohumlarımız, belə deyək, yaxınlarımız hamı həkimdir. Babam məşhur həkim olub, daim həkim olub. Yəni belə bütün yaxınlarımız həkimlərdir. Mən həkim olmaq istirdim uşaqlıqdan. Sadəcə olaraq o zamanlar 90-cı illər çox çətin idi və dedilər ki, birdən qəbul olmazsan, o zaman biraz keçid dövrü yaşayırdıq və buna görə o vaxtı Neft Akademiyasının tibbi və bioloji aparatlar və sistemlər belə bir ixtisas açılmışdı fakültədə. Mən elə bildim ki, elə tibbə yaxın bir və ora daxil oldum mən. 4 il oxuyandan sonra qırmızı diplomla bitirdim, sonra bakalavr, yəni bakalavr bitirdim, sonra magistrdən sonra Milli Elmlər Akademiyasına aspiranturaya girdim. Aspiranturanı bitirdim, 24 yaşında müdafiə elədim, elmlər namizadə oldum. 25 yaşda həcc ziyarətinə getdim. Artıq müdafiə eləyəndən sonra evdə dedim ki, mən həccə getmək istəyirəm. Deyək ki, o vaxtda da bizim müharibə başlayırdı İraqla Amerika arasında və dedilər ki, biraz qorxuludur, bəlkə getməyəsən. Mən deyirəm, elə ürəyimdə belə deyək ki, nəzir eləmişdim. Müdafiə eləsəm, mən inşallah həccə gedəcəm və müdafiə eləyəndən sonra bir ay keçməmiş avtobusla 4800 kilometr biz o vaxtda həccə getdik. Sizin